Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizi 2.2 baş yolun son üstünlüğü nişanı ilə tanış edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 2.2 baş yolun sonu nişanı 2.1 nişanı ilə baş yol hesab edilmiş yolun bu statusunun ləğv olunduğunu, yəni bu nişandan sonraki nizamlanmayan yol ayrıcılarında bu yolla hərəkətdə nəqliyyat vasitələrinin artıq üstünlüyə malik olmadığını göstərir. 2.1 nişanı ilə işarə olunmuş yolun bu statusu baş yol hesab edilən başqa bir yolla kəsişmə yeri qarşısında ləğv edildikdə 2.2 baş yolun sonu nişanı yaşayış məntəqələrindən kənarda 2.4 nişanı, yaşayış məntəqəsində isə kəsişmə yerinin xarakterini asılı olaraq 2.4 və ya 2.5 nişanı ilə birlikdə quraşdırılmalıdır. Bu halda həmin nişanlar birlikdə təkrarlanmaqla quraşdırıla bilər. Birinci dəfə üzərində yol ayrıcınadək məsafə, yəni yaşayış məntəqəsində 50-100 metr, yaşayış məntəqəsindən kənarda 150-300 metrə yazılan 7.1.1 lövhəci ilə birlikdə. İkinci dəfə isə yol ayrıcının qarşısında. 2.2 nişanı baş yolun statusunun ləğv olunduğu yerə qədər bir və ya bir neçə dəfə təkrarlana bilər. Bu halda sonuncudan əvvəlki 2.2 nişanı baş yol statusunun ləğv olunduğu yerə qədər qalan məsafənin göstərildiyi 7.1.1 lövhəci ilə birlikdə tətbiq olunmalıdır. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. İnternetiniz olmasa da smartfonunuzda mobil tətbiqdən, Azparking mobil tətbiqindən istifadə edə bilirsiniz. Megabayt yoxdur, internet bitib, amma tətbiqin əsas imkanları. Ən yaxın parklama məntəqələrini görmək, parklama müddətini başlatmaq, sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kartla ödəniş etmək, yeni avtomobil əlavə etmək, fərdi parklama talonu üçün müraciət etmək mümkündür. Amma mobil nömrəniz bir tərəfli bağlı olmamalıdır və həmçinin smartfonunuzda mobil data funksiyası söndürülməməlidir, o aktiv olmalıdır. Bu halda internetiniz olmasa da Azparking tətbiqindən istifadə edə bilirsiniz.